Əziz izləyicilərimiz, əziz şagirdlərimiz, əziz tələbələrimiz, əziz valideynlərimiz. Mən Vüsal Kəlbəzəri bu günlərim Azərbaycanımızın çox gözəl rayonlarından biri olan Lerik rayonunda. Lerik rayonunda mən dəfələrlə olmuşam. Başda Coni kəndindən tutmuş, düz ən uzqar kəndlərə qədər, Şingədulandan tutmuş, bütün kəndlərə qədər mən hamısında olmuşam. Və bu günlərimdə biz Xanagah kəndinə qədər olmuşam. Yardımın yanında da o kəndlər. Bu günlərim biz Cəngəmiran kəndindəyik. Cəngəmiran kəndində biz çox müəllimlər sevmişik. Zuğra müəllimdir, Allah rəhmət eləsin, Abdullah müəllimdir, Mehrəli müəllim kimi tanınmış müəllimlər sevmişik. Bu günlərimdə biz gözəl ziyallı ailənin qonağıyıq. O ziyallı ailə ki, demək, müəllimin özü 50 ilə qədər təhsildə canlı fəda veribdir. O ziyallı ailə ki, oğlanlarının hər üçü də gözəl işlərdə işləyirlər. Vasif Qafarov Lerik rayonunun deputatıdır. O cümlədən də Astaran bir neçə kəndlərinin üzrə o baxır. Həm də oğlu sizin adınız necədir? Elvin Qafarov da təcili yardım şöbə müdürüsüdür. O da təcili yardım şöbə müdürüdür. Olursa oğlu adı nədir? Rakib Qafarov da demək Azərsuda çalışır. Müəllimin gözəl nəvələri, gözəl ailəsi, gözəl övladları var və keçid alırıq müəllim haqqında gözəl çəkiliş eləməyə. Bəli, biz Qozaman həyatının 50 ilə qədərini təhsilə fəda vermiş müəllimi tanıyırdıq, onun haqqında məlumatımız var, kənd cəmaatından, əhalidən sorğular apardıq. Gözəl bizə müəllim haqqında gözəl söz dedi, amma istəyirəm ki, adını özü desin. Mənim adınız, soyadınız? Vaqif Qafarov. Bəli, Vaqif Qafarov. 50 ilə qədər təhsil sahəsində canlı fəda vermiş müəllimdir, gözəl atadır, gözəl babadır və o cümlədən gözəl ağsaqqaldır. Müəllim, nə müəllimi kimi işləmisiniz? Hansı fən tədris eləmisiniz? Tarixçi. Tarixçi olmusunuz. Çox. Bəli. Bax, biz bir çəkiliş eləyirik müəllim. Bu çəkilişimizdə gələcək nəvə, nəticələr, sizlərə bu videoya baxanda hər zaman sizi, hər zaman belə gözəl yad eləsinlər və Allah eləsin ki, sizin 90 yaşınız olsun, 100 yaşınız olsun, yenə gələk çəkiliş eləyək. Bir 30 ildən, 40 ildən sonra bu yana baxanda nəvə nəticələrinizə nə arzuluyursunuz? Övladlarınıza nə arzu edirsiniz? Can sağlığı, hamıya can sağlığı. Böyük hörmətlə haraya gedib, hansı tərəfə gedibsə, demək o öz düz işlərin görür. Necə lazım? Bəli. Bəli, həqiqətən müəllimin övladları hər biri vətənimizə dəyərli övladlardır, canlarını fəda verən, dövlətimizin qanunlarını qoruyan, dövlətimizin keşiyində olan gözəl övladlar var. Ona görə can sağlığı.